istərdim qonağımı bir daha təqdim edim sizə. Qonağım ARHD Az saytının rəhbəri, beynəlxalq hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov. Bir daha xoş gördük. Salamlayıram sizi yenidən İsmayıl müəllim və istərdim bu məsələyə toxunaq biz. Avropa səfərində olarkən məndə olan məlumata görə belə deyək, keçmiş olsun deyirəm, başınız sağ olsun. Sizin əminiz dünyasını dəyişib, tanınmış həkim və stomatoloq olubdu, professor. Düzdürmü? Səhv etmirəmsə, Allah rəhmət eləsin. Ramiz Zalov. Bəli. Mən Avropa səfərində olanda həqiqətən bir böyük faciə yaşadım. Faciəm də bundan ibarət idi ki, mənim əmim Ramiz Zalov, stomatoloq, gözəl həkim, gözəl ziyalı şəxs dünyasını dəyişib. Bir daha Allah rəhmət eləsin deyirik. Avropa səfərində mən olanda məni ilə tez-tez əlaqələr saxlayırdı. Tez-tez əlaqə saxlayaraq öz gözəl fikirlərini söyləyirdi ki, Azərbaycanımızı, dövlətimizi, dövlətçiliyimizi gözəl təmsil edir. Tövsiyələrini verirdi, iradlarını da bildirirdi. Allah ona qəni-qəni rəhmət eləsin. Allah onun oğlunu Fəridi can sağlığı versin. Balalarını qorusun, Həsəni qorusun. Allah onun nəvələrinə can sağlığı versin. Çox təəssüflər. Mən deyərdim ki, elimizdən, obamızdan gözəl bu cür ziyalı şəxs dünyasını dəyişdi. Mənim əmim olmasına görə tərif etmirəm. Bu həqiqətən də gözəl şəxs idi. Bu şəxs Allah rəhmət edər, professor Əlağa müəllim var idi. Allah rəhmət eləsin. Onun tələbəsi olmuşdu və onun ilə bir ildə çalışmışdı. O Rusiya Federasiyasında çalışırdı. Rusiya Federasiyası Moskvada da çalışan dövrlərində onun yanında Azərbaycanlı tələbələr vardı. Azərbaycan tələbələrinə də dəstək olurdu. Həm millətini, dövlətini, xalqını, ailəsini, evladlarını, nəvələrini sevən şəxs idi. O ailəsini sevən şəxs el sözü var. O dövlətin də sevici. Bəli. Millətin də sevici. Allah bir daha da Ramiz Zalovu, gözəl həkimimizi, gözəl ziyalı şəxsi Allah rəhmət etsin. Sizlər var olduqca, belə deyək, onlar daim yaşayacaq zaten. Onlar cismən yoxdular. Bəli. Ruhən bizimlədilər. Ruhən bizimlədir. Allah bir daha yerlərini cənnətlik etsin. O səfərlər nə ilə bağlı idi? Bax, bu haqda bir məlumat verərdi. Yəni hüquqşünas, hüquqçu olaraq getmişdiniz yoxsa nə ilə bağlı getmişdiniz? Bax, bunları bilmək istəyərdim. Bilirsiniz nətərdir? Mən bir gözəl sual verdiniz. Bu sualınıza da obyektiv olaraq cavablandıracağam. Hər bir insan, hər bir vətəndaş öz işi ilə məşğul olsa, hər şey qaydasında olur. Hüquqşünas həkimliklə məşğul ola bilməz. Həkim də hüquqşünasla məşğul ola bilməz. Və yaxud da hansısa bir vətəndaş ticarətçidirsə, hüquqşünaslıqdan anlayışı ola bilər. Ancaq hüquqşünas ola bilməz. Biz ARHD Az saytının rəhbəri olaraq Avropa səfərinə getdik. Avropa səfərinə Parisin Strasburg şəhərində olduq. Avropa parlamentində olduq. Avropa İnsan Haqları Məhkəməsində olduq. Aşbad olduq. Bizim məqsədimiz və məramımız göz qabağındadır və bəllidir ki, biz Azərbaycan dövlətinin dövlətçiliyini müdafiə edərək Azərbaycan dövlətimizin yanındayıq. Və mən də bir vətəndaş ilk növbədə olaraq Azərbaycan Respublikasının vətəndaşıyamsa, Azərbaycan dövlətinin pasportunu, şəxsiyyət vəsiqəsi mənə təqdim olunubsa, mənim qanımda da Azərbaycan qanı axırsa, təbii ki, mən Azərbaycan dövlətini müdafiə edərək bir hüquqşünas olaraq, bir vətəndaş olaraq müdafiə etmişəm. Və sağ əlimdə də Avropa parlamentində bizim 3 rəngli müqəddəs bayrağımı da dalğalandırmışam. Və
Bunu mən bu gün də fəxrlə söyləyirəm ki, şükürlər olsun ki, Azərbaycan dövlətimizi bu gün yüksək səviyyədə tanıyırlar və ilk növbədə də bunu unutmalı deyilik ki, bizim dövlətimizi bu gün bax beynəlxalq hüquq günü ilə danışırıqsa, dövlətdən danışırıqsa, Azərbaycan dövlətini tanıyırlarsa, gəlin unutmayaq ki, dahi Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətimizi tanıtdırdı. Bəli, Və bəli. bu gün onun da Tamamilə doğrudur. siyasətinin davamçısı cənab prezident İlham Əliyev Heydəroğlu Qarabağımızı da azad etdi. Bu gün Azərbaycan dövlətinin bütövlüyünü də bərpa etdi. Və bu gün İlham Əliyev Azərbaycan Respublikasının prezidenti olaraq dünyaya da sülhü çağırış edən şəxsdir. Bəyan edirəm bax sizin yanınızdakı. Vətəndaş nə söyləyir söyləsin, Allah bunu heç bir zaman unutmaz. Ona görə ki, o Qarabağ meçidlərində heyvandarlıqla məşğul olurdular əvvəllər. Bəli, bəli. Ancaq bugün Prezident İlham Əliyev, vitse-prezident Mehriban xanımın səbəbinə bugün şükürlər olsun Allaha, Xudaya, azan səsi gəlir və meçidlərimizin qapısı da açıqdır xalq üçün, millət üçün. Bugün Avropa dövlətlərindən jurnalistlər, beynəlxalq jurnalistlər, diplomatlar gəlir. Gəlirlər, əvvəlki dövrün fotosuna baxaraq bugünkü o fotolara baxırlar ki, necə bərpa işləri gedir. Əvvəl silah səsi gəlirdi, bugün çəkiş səsi gəlir. Bəli, Bugün kombaynın səsi gəlir, bugün traktorun səsi gəlir. Bu nə deməkdir? Eşq olsun Azərbaycan dövlətimə, dövlətçiliyimə, xalqıma. Mənim xalqım gözəl xalqdır. Cənab prezidentin gözəl bir ifadəsi var. Hər şeyin vaxtı var, zamanı var.